Neçə gündür ki, sosial şəbəkələrdə Məhərrəm ayı başlayandan sonra bu görüntülər bəlkə də sizin də qarşınıza çıxıb. Çoxları soruşur ki, nə baş verir Kərbalada İmam Hüseyn əleyhissalamın hərəmində? Baxın, hər il Məhərrəm ayının ilk 10 günlüyündə bu hazırlığı görürlər. Nə üçün? Aşura gününə görə, Ərbəyinə görə ki, zəvvallar əziyyət çəkməsinlər. Dəstələr ki, hərəmə daxil olurlar, onlar izdihamla daxil olurlar və yürüyüş şəklində daxil olurlar. Kimsə yıxılsa yerə, ayağı, əli sınmasın, narahatçılıq olmasın deyə və o pillələr ki görürsünüz, onlar hamar və düz şəklində olsun ki, rahat şəkildə çıxış və giriş asanlaşsın. Bu xidmətləri, bu zəhmətləri zəvvalların rahatçılığı üçün edirlər. Allah ali dərəcədə qəbul etsin. Allah hər birinizə İmam Hüseyn əleyhissalamın ziyarətini xüsusilə Ərbəyində nəsib eləsin.